Bugün pasientimizə otolog egzozom tətbiq edirik və pasientin həm üzdə olan problemlər, patologiyalar üçün, yəni yanıq zəkəsi çapığı üçün və həmçinin dizdə olan birinci dərəcəli artrit problemi üçün tətbiq olunur. Və prosedura başlamazdan öncə pasientdən 4 probelka qanın alınması, 40 ml qanın alınması ilə prosedura başlayırıq və gedişatı sizlərlə də bölüşəcək. Pasientdən 40 qram qanın alınması ilə cəmi bir seansa, yəni müşahidənin tez zaten ikinci seansı tətbiq edə bilmirik. Bir seansa ideal nəticələr alırıq. Çünki pasientdə olan patologiyaların ləğvi adətən bir seansa tam həllini tapır. Artıq pasientdən 40 qram qan alındı və hazırlanma işləmlərindən sonra pasientə tətbiq olunacaq. 1 trilyon egzozom tətbiq olunacaq. Çünki bu probelkalarımız və egzofaktorumuz Türkiyə istehsalıdır və Türkiyə Səhiyyə Naziri tərəfindən təsdiqlənməsi əsasında 1 trilyon egzozomun pasientə tətbiq olunması. Artıq probelkalarımızda plazmalarımız hazırdır və biz bugün isə egzofaktor tam hazırlanması proseduruna başlayırıq. İşlemlerimiz hələ də davam edir. Tam 64 dəfə hərəkət etirdikdən sonra indi isə növbəti dəfə sentrifuqada hazırlanacaq və sonunda egzozomlarımız 1 trilyona çatdıqdan sonra pasientə transfer olur. Artıq egzozomlarımız tamamilə hazırdır. Hər 1 millisində 1 trilyon egzozom olmaqla pasientin həm üz, həm də diz nahiyəsindən tətbiq edirik. Digər pasientlərdə istər üz, istər diz, istər saç və hətta revmatoid artrit, MS kimi xəstələrdə isə damar yolu ilə biz egzozomumuzu tətbiq edə bilərik. Prosedurumuza başlayırıq. İlk öncə pasientin üz nahiyəsinə, sonra isə diz nahiyəsinə canlı egzozomlarımızı tətbiq edəcəyik.